Salam hörmətli izləyicilər, Nizat Xaç kanalıma xoş gəlibsiniz. Bugünkü videoda sizə Ford F150 modelini göstərəcəm. Avtomobilin maraqlı bir problemi var, onu həll etməyə çalışırıq. Görək başımıza nə gəlir. Avtomobilimiz budur, Ford F150. Amerika bazarı idxaldır. Avtomobildə farsunka problemi var, işə düşmür. Hazırda farsunka sistemini sökmüşük. Göstərim sizə. Əgər öz farsunkaları işləməsə, Dubaydan ehtiyac hissəsini sifariş edəcəyik və üstünə quraşdıracaq. Şeydə qeyd edeyim ki, bunlarda farsunka sistemi düzgün işləməyəndə maşın işə düşmür. Adi bir sızma olanda belə. Avtomobilimizin içi belədir. Ümumi olaraq avtomobil haqqında sizə məlumat verim. Avtomobil 2.7 motordur, 325 at gücü hasil edir və 400 Nm fırlanma anı var. Əgər belə videolar sizə maraqlıdır, bu avtomobil təmir olandan sonra sizə videosu maraqlıdırsa, nəticəsi şərhlərdə bildirməyi unutmayın. Mən də çalışdığım qədər çəkib göstərəcəm sizə fərqli avtomobillər və problemləri və həlli yolları. Burada isə Mercedes C43 AMG var, orijinal. Amerikadan gəlib, alt hissəsində zədə ilə. Görüş diskləri. İndi hal-hazırda avtomobilin bütün alt hissəsi sökülüb, kaskı sistemi. Qeyd edim ki, bunlarda arxa təkərlərdə dönür. Tam olaraq avtomobil alt hissəsi təmir olunur. Belədir. Bu isə avtomobilin kapotudur. Ümumi olaraq bunun da təmir olduqdan sonra videosunu göstərəcəm. Son halın. Şey isə belədir.